Mən Məmmədova Vüsalə Qabil qızı, Daşkəsən rayon sakiniyim. Məmməd Əsədov küçəsində yaşayırıq. Bizim evimiz 2023-cü ildə yağmış intensiv yağışlar nəticəsində evimizin arxasındakı istisna barısı uçaraq bizim evimizi bu vəziyyətə gətirdi. Və biz haraya müraciət etməyimizə baxmayaraq bizim işimizə baxılmır. Mən ona görə bu qərara gəldim. Bir dəfə də redaksiya rəhbəri Elxan müəllim Müzəffəroğluna müraciət etdim. Onlar çox sağ olsunlar. Bizim bu səsimizi bir dəfə də işıqlandırdılar. Yenə də Elxan Müzəffəroğluna müraciət edirəm. Xahiş edirəm ki, bizim bu səsimizi, müraciətimizi qəbul eləsinlər, bizə kömək olsunlar. Mən dövlətimdən kömək istəyirəm. Devlət rəhbərimizdən kömək istəyirəm. Onun xanımı, Mehriban xanımdan kömək istəyirəm ki, bizə kömək olsunlar, bizim evimiz tikilsin. Mənim himayəmdə körpə uşağım var, 77 yaşında gözü görməyən bir qaynənəm var. Mən artıq tükənmişəm, yorulmuşam. Mən 2 əskər böyüdürəm. Mən xahiş edirəm ki, bizim evimiz tikilsin. Mən də o 2 əskəri vətənimə yola salanda ən azından mən də ürəklə bir ana kimi evimdə evladıma nəsə keçirə bilim. Mən imkansız ailəyəm. Xahiş edirəm bizə kömək olunsun. Bizim evimiz təbii fəlakətdə olmayıbsa əgər. Bəs bu qurulan palatkalar nədir? Biz 4 ay o palatkada zülüm çəkmişik, əziyyət çəkmişik. Mən dövlətimə güvənirəm, dövlətimdən kömək istəyirəm. Xahiş edirəm sizdən çox-çox. Bizim bu səsimizi eşidin, bizə köməklik göstərin. Bizim evimizdə qazimiz var, veteranımız var, amma bu 3 il ərzində biz onların heç birindən istifadə etmədik. Çünki biz dövlətimizə güvəndik. Bir kasıb ailə kimi öz haqqımızı tələb etdik ki, bizim başımıza gələn Allah tərəfindən gəlibdir, bəndə tərəfindən gəlməyibdir. Allah tərəfindən yağmış yağışlar nəticəsində bu bizim başımıza gəlibdir. Deyirlər köhnəlmiş evdir. Bizim evimiz köhnəlmiş də olsaydı, ən azından içində yaşayırdıq, kimsəni narahat eləmirdik. Kasıb ailə idik, öz evimizdən çölə çıxıb kimdənsə bir qismət çörək istəmirdik. Az tapsaq az yiyirdik, çox tapsaq çox, ona qane olurduq. Xahiş edirəm bizim evimizi tikməyə köməklik göstərin. Bizim evimiz tikilsin, bizim körpələrimiz də içinə yığılsın. Sizdən çox-çox xahiş edirəm. Özüm deyəcək sözlərim bu qədərdir və dövlətimə güvənərək bu sözləri də səsləndirirəm ki, ümidvaram ki, bu işimizə bizim baxılacaqdır.